İkinci tapşırıq olaraq adətən pasiyentlərimə bunu deyirəm. Yəni özünlə barışmaq və yaxud da özünlə qarşılaşmaq, özünü tanımlamaq. Bunun üçün adətən evdə etməli olduğu bir tapşırıq verirəm. Deyirəm ki, yəni bir güzgü qarşısında dayanın. Sadəcə 3 dəqiqə boyunca gözlərinizin içinə baxın. Yəni o zaman həqiqətən də insanda qəribə bir hiss formalaşır. Bu qorxu hissi də ola bilər və ya da başqa bir hiss də ola bilər, vahimə də ola bilər. Çünki həqiqətən insan özünə diqqətlə baxdığında hər şey beynindən bir anda süzülməyə başlayır. Bəzən insanların içindən keçir ki, yəni mən səni tanıyıram, necə bir olduğunu bilirəm, nə yaşadığını bilirəm, nələrdən keçdiyini bilirəm. Sən əslində yaxşı bir insansın. Sadəcə həyatda yaşadığın o hadisələr, o qorxular, o problemlər səni dəyişdirməyə başlayır. Yəni sən əslində pis biri deyilsən və yaxud da ki, qorxaq biri deyilsən. Sadəcə yaşadığın şeylər səni bu hala gətirir. Həqiqətən də insanın özü ilə üzləşməsi çox çətin bir prosesdir, çətin bir yol.